Axşamınız xeyir, R24 xəbərləri izləyirsiniz. Studiyada Vəfa təyyarqısıdır, indi isə və ətraflı. Tezliklə Hörmüz öz əhəmiyyətini itirəcək. Bunu Donald Trump deyib və onun sözlərinə görə hətta Hörmüzə alternativlər belə tapılıb. Bəs Hörmüzün qısa müddətdə dəyərini itirməsi ssenarisi nə qədər realdır? Hörmüz boğazı dünyanın enerji xəritəsində illərdir strateji əhəmiyyət daşıyan, hər gün milyonlarla barel neftin keçdiyi Dars yolu. Burada baş verən istənilən gərginlik qlobal bazarlarda neftin qiymətini dəyişməyə, hətta enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırmağa qadirdir. Lakin Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın son açıqlaması bu mənzərənin dəyişə biləcəyinə işarə edir. Onun sözlərinə görə alternativ enerji mənbələri və yeni boru kəmərlərinin inşası Hörmüz boğazından asılılığı azalda bilər. Washington artıq enerji istehsalının əsas mərkəzləri olan Texas, Alyaska və Luiziyananı ön plana çıxarır. Eyni zamanda rekord sayda yeni boru kəmərinin tikildiyi bildirilir. Hali-hazırda dünya petrol jeopolitiğinin ve arzının %20'sini, doğalgaz arzının %35'lerini karşılayan Hürmüz Boğazı ve Körfez ülkeleri Trump'ın dediği gibi kısa vadede değerini yitirecek gibi görünmemektedir. Trump'ın beyan ettiği Alaska, Alabama ve Louisiana gibi, Texas gibi yeni petrol sahalarının üretime açılması ve aynı zamanda Arktik bölgenin hem deniz ulaşımı hem de yeraltı kaynaklarına erişim açısından bir planlama dahiline alınması Hürmüz'ü kısa vadede değerini yitirmeye yetecek kadar zaman teşkil etmemektedir. Ekspertlər bildirirlər ki, bölgədə yaranan gərginlik fonunda Washington alternativ marşrut və enerji imkanlarını ön plana çıxarır. Yəni ABŞ hazırda elə bir plan hazırlayır ki, Hörmüzün strateji əhəmiyyəti azalsın. Çünki İran boğazda azad naviqasiya tətbiq olunmasına və orada keçidlərə mane olmağa çalışır. Bu da beynəlxalq gəmiçilik və neft daşımalarına təsir edir. Məqsəd yalnız mövcud riskləri azaltmaq deyil, qlobal enerji bazarının bir coğrafi nöqtədən asılılığını minimuma indirməkdir. Körfəz ərəb ölkələri də alternativ marşrut istiqamətinə plan hazırlayırlar. Artıq İran və İraq Aralıq dənizinə, həmçinin Türkiyə istiqamətinə çıxacaq boru kəmərləri, həmçinin Səudiyyə Ərəbistanı, Küveytdə, Birləşmiş Ərəb Əmirlikləri və Oman da bu istiqamətdə planlar hazırlayır. Bu yaxın perspektivdə olmayacaq Hörmüz boğazında əhəmiyyət azalması, amma növbəti 10 il ərzində Hörmüz boğazının strateji əhəmiyyətinin azalması labüddür və Amerika Birləşmiş Ştatları bu müstəvidə region ölkələrlə sıx əməkdaşlıq edəcək. Belə görünür ki, Hörmüz ətrafında yaranan hər yeni gərginlik enerji bazarında alternativ yolların axtarışını daha da sürətləndirir. Əgər Birləşmiş Ştatların planları reallaşarsa, bu təkcə bir boğazın əhəmiyyətinin azalması deyil, dünya neft ticarətinin marşrutlarının yenidən formalaşması demək olacaq.